Əgər ehtiyatlı olmasan və reallığın divarlarından səhv yerlərdə keçsən, özünü arxa otaqlarda tapacaqsan. Burada yalnız köhnə, nəm xalçanın üfunəti, sarı rəngin dəli edən monotonluğu, vızıldayan floresant lampalarının bitməyən fon səsi və təsadüfi şəkildə bölünmüş, sonsuz boş otaqlardan ibarət təxminən 1 milyard kvadrat kilometrlik sahə səni gözləyir. Yaxınlıqda dolaşan nəyinsə səsini eşitsən, qoy Tanrı səni qorusun. Çünki o, səni artıq eşidib. Məhz bu cümlələr məşhur arxa otaqlar əfsanəsinin təməlini qoymuşdu. Belə ki, 2019-cu ildə 4chan saytında paylaşılan bu narahat edici şəklə başqa bir anonim istifadəçi belə bir rəy bildirmişdi. Bundan sonra internet detektivləri illərlə şəklin mənbəyini axtardılar və nəhayət 2024-cü ildə ABŞ-nin Wisconsin ştatında yerləşən Hobby Town adlı məkanı tapdılar. Hal-hazırda pultlu maşınlar mağazası kimi fəaliyyət göstərən bu yer 2003-cü ildə tam təmir edilməmişdən öncə belə görünürdü. Mağazanın sahibi Robert Mazza müsahibə əsnasında şəkillərin dostu William Magritte tərəfindən çəkildiyini bildirmişdi.